Bilirsiniz, mən tam səmimi etiraf edəcəm ki, mən artıq 10 ildən yuxarıda mən televizora baxmıram. Niyə baxmıram? Çünki baxmalı bir şey yoxdur. Ürək açan bir şey yoxdur. İnsana nümunə olan bir şey yoxdur. Bax, mən hələ bir dəfə görmədim ki, bir şəhid anasını, bir şəhid atasını, bir qazini o efirlərə dəvət eləsinlər, bir onları da dinləsinlər, onların da problemlərini dinləsinlər. Mən hələ bunu görmürəm. Efirlərə dəvət alanlar kimlərdir? Efirlərə çağırılanlar kimlərdir? Aylarla, illərlə o efirləri zəbt edənlər kimlərdir? Boşananlar, aliment davası eləyənlər, ondan sonra evdə bir şillə yeyib efirə qaçanlar, mübahisə eləyib efirə qaçanlar. Təsəvvür eləyin, artıq bu adət halını alıb. Adət halını alıb. Təsəvvür eləyirsiniz buna deməkdir. Yəni bir dəfə də olsun, heç olmasa bu anaları, bu şəhid analarını, bu qazi analarını, qazilərin özlərini bir dəvət eləyin efirə ki, bunlar da öz dərdlərini bu insanlarla bölüşsünlər. Açırsan, giririk sosial şəbəkələrə, bir də baxırsan ki, şəhid anası oturub canlıda, boynunu burub, insanlarla dərdləşir. Orada o, deməli, onun səhifəsinə gələn insanlarla dərdləşir orada. Yəni, olmazmı ki, bu insanları da dəvət eləyəsiniz bir efirə, orada bunlar tarix yazan şəhidlərin analarıdır, qazilərin valideynləridir, şəhidlərin valideynləridir. Bunlar tarix yazıblar. Bunlar milli mənəvi dəyərlərimizi daha da ucalara qaldırırlar. Bunları dəvət eləyin efirlərə. Qoyun onlar danışsınlar, onlar örnək olsunlar. Bax, ora boşanma üçün gələn insanları da elə məhz bu insanlar barışdıracaqlar. Mənim demək istədiyim budur. Artıq hər gün eyni şey, sosial şəbəkələrdə artıq yer yoxdur, girmək mümkün deyil. Hansı, deməli, səhifəyə çevirirsən, Gülxanımlar, onun bənzərləri, onun oxşarları, bəsdirin, yığışdırın bunları. Artıq Gülxanım az qalır mənim yuxuma girsin. Təsəvvür edirsiniz. Artıq yuxuma girsin. Mən bilmirəm bunu nə qədər səhifəni bloka atmaq olar ki, bu adamlar mənim qarşıma çıxmasınlar. Amma baxıb görürsən ki, artıq bu tirajlanıb, bütün sosial şəbəkələrdə bu tirajlanıb. Mümkün deyil ki, bu sənin qarşıma çıxmasın. Demək istədiyim odur ki, əziz dostlar, əziz ekspertlər, bax o verilişlərdə oturan ekspertlər, sizin bəzilərinizə aiddir. Sanki orada problemi olan şəxs qalıb qıraqda öz savadınızı, öz biliyinizi sanki orada nümayiş elətdirmək üçün bir-birinizdən qırğına çıxırsınız orada. Problem sizin üçün maraqlı deyil. Təbii ki, bəzilərinə aiddir bu. Bir də görürsən ki, qucağında bir körpə uşaq gətirib efirə. Xoşqədəm xanım və yaxud da ki, Zaur bəy, hələ baxın görün bu uşağın atası kimdir? Bunu ana deyil. Baxın görün, nə vəziyyətə gəlib düşmüşük biz. Görün bizim milli mənəvi dəyərlər, o etik normalar, o məhrəmiyyət nə vəziyyətə gəlib çıxıb ki, artıq o bəzi insanlar bunları da artıq milyonların qarşısında nümayiş elətdirməkdən belə çəkinmirlər. Çəkinmirlər. Gətirin, mən sizdən xahiş edirəm, gətirin, əyləşdirin o verilişlərimizdə bir ağbirçək, bir ağsaqqal əyləşdirin orada. Baxın, görün orada küsən ailələri, boşanan ailələri onlar necə barışdıracaq? Gətirin orada əyləşdirin şəhid ailələrini, şəhid atalarını, analarını. Qoyun onlar örnək olsun bu insanlara, bu gənclərə. Bilmədiklərimizi onlardan öyrənək. Baxaq görək evladı necə böyüdürlər, necə yetişdirirlər. Bunları vermək lazımdır qabağa. Mənim demək istədiyim budur. Ona görə də mən yenə deyirəm, mən televizora ümumiyyətlə baxmıram. Çünki hansı kanala çevirsən, ancaq bu boşanma, aliment, dava, qırğın insanların əsəblərinə işləyən mövzular. Heç birinin də bir məntiqi mənası yoxdur. İnanın sənə. Yenə deyirəm, dəvət eləyin ora o insanları, şəhid analarını, şəhid atalarını, qaziləri dəvət eləyin ora. Qoyun onlar da öz dərdlərini bölüşə bilsinlər. Bəli, dövlət tərəfindən xüsusi imtiyazlar ayrıb onlara. Bu ayrı bir mövzudur. Amma onların da deməyə sözü var. Onlar da istəyirlər ki, öz evladlarının qəhrəmanlığından danışsınlar bu tarixə, bu insana, bu cəmiyyətə. Tarixi unutturmaq lazım deyil. Bax, bu tip adamlar ki var, bu tip adamlar ki,
Bu tarixi unutdururlar. Bu gənclər bunlardan nə örnək götürəcək? Valla yenə deyirəm, bir oturun, düşünün, baxın görün yeni nə əldə edə bilirsiniz. Mənim demək istədiyim budur. Ona görə demək istəyirəm ki, yəni mən hələ bu günə qədər görməmişəm ki, bir şəhid anası, bir şəhid atası, bir qazini dəvət eləsinlər ki, gəlsən burada qəhrəmanlıqdan danış, qəhrəmanlıq necə olur, vətənə övlad necə olur, vətəni qorumaq necə olur, tarix necə olur, qalib dövlət necə olur, bunları ancaq onlar danışa bilərlər. Onlar danışa bilərlər. Ailə dəyərlərini ayaq altına atanlar heç vaxt vətənpərvər mövzuda heç bir söz deyə bilməzlər.